Çox ciddi məsələlərə diqqət yetirin. Hansından ki, mən danışa bilirəm, amma cürət edib indiyə qədər siz ağzınıza almamısınız. Məsələn, şəklimi qoyub danışan o kişilərə buradan demək istəyirəm ki, yəqin ki, sizin də qarşınıza çıxır da ölkə xaricindən söhüşün birini 1 qəpikdən yox, 0,1 qəpikdən söyənlər, ölkəmizi aşağılayanlar, Azərbaycan qadını və bəyi demədən ağzından çıxan ən iyrənc sözləri ölkə xaricindən ölkə daxilinə yağdıranlar yəqin ki, qarşınıza çıxır. Elə ürəklisiz, elə yaxşı oğlansız, sözünüzü onlara deyin də, onların şəklini qoyun, üzərindən danışın. Etməyəcəksiniz heç vaxt. Bilirsiniz niyə? Çünki qorxaq və cürətsizsiz. Amma sizin qorxduğunuzu illər əvvəlində, bugünün özündə də mən demişəm. Ona görə də rahat buraxın artıq şəkillərimi. Şəkillərim belə sizdən yorulub.